və bəraətin də istifadə olunması yerlər də elə buradır. Hər hansı bir mövzunun biz əgər hökmündə şək gedəriksə, məsələn, misalı elə bu başdan vuraq, məsələn, tütün məmulatları, tütün məhsulatlarının istifadəsi görəsən şəriətdə haramdır ya haram deyil. Biz əgər şərii dəlilləri araşdırırıqsa, onun haram olmağına, mövzu oldu tütün və onun da hökmü məlum olmadı bizə. Görəsən haramdır ya icazəlidir. Fərz eləyirik, misal olaraq deyirik. Və biz bütün araşdırmalarımızı yerinə yetirdik. Dəlil Qurandan, sünnədən, fətvalardan heç bir dəlil və qanun dəlalət eləmədisə, bu tütün haramdır ya icazəlidir, buna dəlalət etmədisə, hökm bizə oldu məşkuk, yəni hökmü bilmədik, mövzunun hökmünü bilmədik. Bu zamanda iki iş görə bilərik. Məsələn, ilkin zehnə gələn ikidir. Ya ehtiyat edə, yəni çəkin, necə ki, əxbarilər bu fikirdədirlər. Şiənin içərisində əxbarilər xüsusilə belə şübhə-i təhrimiyyədə deyirlər. Haram şübhələrində onlar qail olurlar ki, sən ehtiyat et. Yəni çəkin. Amma bəraət qanunu ehtiyatın ziddini olan qanundur. Usul alimləri bu qənaətdədirlər ki, çünki bizim dəlilimiz yoxdur və bəraət qanunu bizə icazə verir ki, biz deyək, burada ehtiyat etmək vacib deyil. Yəni, məsələn, o tütün məhsulatını istifadə edə bilərsən. Baxmayaq ki, başqa bir qanun, əgər qayda burada icra olarsa, məsələn, zərər qaydası, əgər o tütün mənə zərərdirsə, o başqa qanundan mənə olacaq haram. Bu başqa mövzudur. Biz bəraəti izah edirik. Burada bəraət sənə deyir ki, çünki sən dəlil tapmadın, dəlil tapmadığına əsasən sən bərisən və ehtiyat etməyə ehtiyac yoxdur və icazəlidir. Amma bəraətin dəlilləri və qismləri. Baxın, bəraət əsasən iki hissəyə bölünür. Əqli bəraət və şər'i bəraət. Əqli bəraət dedikdə, əgər bu mövzunun dəlili əqildirsə və mövzu da qarşıya çıxan problemlə ədəm ol bəyanlısa, yəni bəyanın olmamasıdırsa, buna deyirlər əqli bəraət. Məsələn, dəlili əqildir. Əql bizə deyir ki, əgər mövzu ilə bağlı, hər hansı bir mövzu ilə bağlı dəlil yoxdursa, bəyan yoxdursa, Allahın şarinin o iqab etməsi, bəyan olmadan iqab etməsi qəbihdir. Deməli, qarşımızda olan tütün barəsində heç bir bəyan yoxdur və əql bizə deyir ki, bəyan olmayan yerdə iqab da yoxdur. Deməli, yəni əzab da, uxravi əzab da yoxdur. Deməli, biz əgər tütünü məsələn istifadə etsək, iqabı yoxdur. Buna deyirlər əqli bəraət. Əqildən istifadə olundu. Çox qısa desək. Şər'i bəraət isə, yəni şəriətə əsasən Allah Taala, nəinki əqlə əsasən, şəriətə əsasən Allah Taala özü icazə vermişdir ki, o yerdəki hökmü məlum olmayan mövzular var. Orada sizə ehtiyat vacib deyil. Məsələn, onlardan biri Quran dəlillərdə mövcuddur, hədis dəlillər, məruf hədislər, qələm hədisi, rufiyəl qələm hədisi. Məsələn, Peyğəmbərdən hədis var ki, rufiyə ən ümməti mə la ya'lamun. Mənim ümmətimdən bilmədikləri götürülmüşdür. Yəni, bilmədiyim mövzunun iqabı yoxdur sənin üzərində. Deməli, burada da mən bilmirəm, əzab da mənə yoxdur. Bu, sünnədən dəlil və Qurandan da müxtəlifdir dəlillərimiz. Məsələn, İsra surəsində dəlillərdən biridir. İsra surəsinin 15-ci ayəsi olmalıdır. Və ma kunna muazzibina hatta neb'atha rasulan. Biz əzab etmərik, məgər ki bir rəsul göndərək. Rəsuldan mənzur burada, yəni hər hansı bir bəyan, hər hansı bir höccət, şər'i höccət göndərək. Mükəlləfə şər'i höccət göndərmədən biz onu əzab etmərik. Deməli, mövzumuzla da bağlı məsələn, əgər bizə şər'i bir höccət yoxdursa, deməli biz də əzab olunmarıq. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.